Hamıya salamlar qızlar. Yeni videomuza bir nəfəri gətirirəm, gözləyin. Bir nəfər səni deyirəm. Bu bir nəfər neçə vaxt mənim qucimdə yox idi, qucimdə. Bax ora biziyim. Mikrofon tükləri də sarı rəngindədir. Danış. Kanalıma və yeni vlogumuza çox xoş gəlmisiniz. Bugün səhər oyandım qızlar. Və güzgüdə bir şeyin fərqinə vardım. Bilmirəm siz o şeyin fərqinə varsınız ya yox. Əlimdə bu var. Bir dənə video var idi. Elimdə şunu tutuyorum çünki qızlar bunu tuturam. Çünki qaşlarımın rəngi mənə tünd gəlir. Artıq düşünürəm ki, qaşlarımın rəngini açmalıyam. Səhər durdum. İnsan niyə səhər duran kimi qaş açmaq istəyi olar insanda, onu bilmirəm. Day qaş açan yerlərini mən çəkim sizin üçün çəkməyim. 50 dəfə çəkmişəm vloqlarda. Düşünürəm maraqsız ola bilər. Amma yeni gələn izləyicilər varsa xoş gəlmisiniz. Kanala abunə olun mütləq şəkildə. Yəni ki, belə baxıb keçməyin də xahiş edirəm sizdən. Kanala abunə olun. Bundan sonra da gözəl vloqlar çəkimiz üçün siz də izləyin. Garnier'ın bu 10 nömrəsi ilə həmişə qaşlarımı açıram. Yəni elə rıjlıq vermir, yəni o narıncılıq vermir. Yəni məni tamamilə qane eləyir. İndi qaşımı açacağam, sonra duş qəbul eləyəcəm, sonra saçımı düzəldəcəm. Bu günlərim rəsm dərsim var. Bu gün sizinlə bir yerdə gedəcəyik rəsmə. Qızlar, duşdan çıxmışam. Bayaqdan bunu axtarıram. Siz Allah buna baxın. Yəni necə edib görsən, o tərəfdən mi girib, ya bu tərəfdən? Məncə elə o tərəfdən girib. Bu tərəfdən girsə, buna bax, ayaqları görsənir. Ay qız, gizlənmirsən yoxsa elə belə uzanmısan? Neysə, uzan. Qızlar, mən çıxıram, gedirəm, indi çıxıram, dedik çıxdım artıq, gedirəm indi rəsmə. Üzümə də günəş kremi çəkmişəm, ağardı bəməli başlı üzümü. Bugün hər kəsdən tez mən gəlmişəm. Və qapı döyüldü, getdim qapını açdım, müəlliməm gəldi, artıq dərsim başlayır. Buranın ab-havasını həqiqətən çox sevirəm, burada həqiqi mənada mən dincəlirəm. Rəsm deyib keçə bilmirəm qızlar, nəticə mənə təbii ki maraqlıdır, amma prosesin özü mənə hər şeydən maraqlıdır. Bugün eskizi tamamlayıb artıq rəngləməyə başlamalıyam. Açığı eskiz hissəsi mənə çox da maraqlı gəlmir. İstəyirəm ki o rəngləri görüm, rəngləyəndə o şəkil artıq nəsə alınmağa başlayır, o mənə motivasiya verir. Son dövrlərdə fərqinə vardığım bir şey var. Bilmirəm sizlər də bunun fərqinə varmısınız ya yox. Onu istəyirəm sizlərlə bölüşüm. Gördüklərimə görə deyirəm ki, sanki rəngsizlik hal-hazırda dəb halını alıb. Hara baxırsan ağ, boz, qara rənglər, xüsusən evlərdə, dekorlarda, dekorasiyalarda və s. Mən özüm şəxsən evdə açıq rəngləri çox sevirəm. Çünki ağ, açıq tonlarda olan rənglər evi həm geniş göstərir, həm də ki çox işıqlı. Amma bəzən həqiqətən də elə olur ki, hər şey o qədər neytral tonlarda olur, sanki həyatın rəngi azalır. Keçən vloquma baxmısınızsa, əgər orada fikir verdinizsə, görmüsünüz ki, mənim dəsmallarımın hamısı bir rəngdədir. Yəni sarı, qırmızı, yaşıl, göy və s. O dəsmallar mənim cehizlərimdir və mən cehiz üçün bu dəsmalları alanda mənə deyirdilər ki, hamı indi boz və qara rənglər götürür. Düzdür, ilk başda insana belə xoş gəlir ki, hamısı eyni tonlarda olsun, bir-biri ilə uyğun olsun. Amma indi deyirəm ki, nə yaxşı ki, mən onları elə o rəng şəkildə götürmüşəm. Çünki hal-hazırdakı evimizdə o qədər boz tonlardan istifadə olunub ki, düzdür, çox gözəl görsənir, estetikdir, zövqlüdür. Amma insan daim eyni tona baxanda, nə bilim, düşünürəm ki, o insana çox təsir eləyir. Rəngli şeylər insana biraz da enerji verir. Düzdür, demirəm ki, evi boyasınlar qırmızı, göy, yaşıl, sarı, amma ən azından xırda dekorasiyalarda, dekorlarda rənglərdən istifadə eləmək düşünürəm ki, gözəl fikirdir. Bu arada qızlar, sizə eskizi göstərəm ki, demək olar eskizi bitirdim. Səbirsizliklə gözləyirəm ki, indi bunu rəngləyək. Eskiz belə sizin gözünüzə qəribə gələ bilər, elə mənim də öz gözümə qəribə gəlir, amma müəllimə deyir ki, rəngləyəndə hər şey oturacaq yerinə. Əsas böyük olan hissələri çəkdim, yəni xırda detallar var ki, onları artıq rənglərlə eləyəcəm. Və söhbətə bunu da əlavə eləmək istəyirəm ki, ümumiyyətlə bilirsiniz ki, hər bir rəngin insana təsiri fərqlidir. Nə bilim, deyilənə görə qırmızı rəng daha canlılıq verir, enerjini artırır.
artırır. Eyni zamanda çox qırmızı rəngdən istifadə aqressiyanı da artırır. Məsələn, yaşıl rəng təbiəti xatırladır, sanki sakitləşdirici təsir göstərir, stressi azaldır. Mavi rəng də eyni zamanda sakitlik, rahatlıq verir, o da stressi azaldır. Sarı rəng məsələn optimizm, sevinç, enerji hissi yaradır, beyni stimullaşdırır, diqqəti artırır. Amma eyni zamanda fikir versəz görərsiniz ki, məsələn bir çox fast food restoranlarının loqoları sarı, qırmızı rəngdədir. Çünki sarı eyni zamanda mətbəx və yemək otaqlarında iştahı bir qədər artırır. Niyə görə rənglərdən söz açdım qızlar? Onu gətirmək istəyirəm ki, sözümü mənim bu rəsmi seçməkdə əsas məqsədim boz rəngdə olan qonaq otağımı canlandırmaq və rəngləndirməkdir. Gələn vloqda sizinlə bir yerdə gedəcəyik yeni al qırmızı rəngi almağa. Hələ sizin bu gördüyünüz gülün sonuncu versiyası deyil. Çünki hələ o qədər xırda detallar var ki, bunun üstündə işləməyə. Müəllimə dedi ki, ilk olaraq birinci qat rənglərini vur. Daha sonra isə detallardır, nə bilim onun kölgələridir. Bunları ən sonda gözəl bir şəkildə detallı işləyəcəksən. Ona görə mən də çalışdım belə tonunu tutdurum və birinci güldə özümü saxlaya bilmədim. Biraz kölgələr verdim, amma digər rənglədiyim hissələrdə isə artıq kölgəsiz eləmişəm. Kölgələri gələn dəfəyə saxlayıram. Burada vlogda qoymuşam Onyx-a çəkdiyim videoları. Elə qəşəng şəkildə belə tık 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 rəngləyirəm gedir, amma realda isə o qədər yavaş-yavaş belə detallı gedirəm ki. Rəsm dərsindən sonra isə mən, Famil, baldızım və yoldaşı, yəni dördlü şəkildə belə görüşəcəyik. Düzdür, heç vaxt bizim aramızda belə bir söhbət keçməyib ki, video çəkmək, vloqlarda görünmək, mənim vloq çəkməyim və s. və ilaxır. Yəni söhbət bundan heç vaxt düşməsə də mən insanların xarakterini bilirəm. Elə insanlar var ki, videodan, yəni kameradan çox da xoşları gəlmir və mən də heç vaxt heç kəsi narahat etmək istəmərəm. Mənim öz yoldaşım belə, yəni kameradan xoşu gəlmir, istəmir ki, mən onu çəkim və mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Onlar da eyni zamanda mənim bu işimə hörmətlə yanaşırlar və məni kənardan da olsa dəstəkləyirlər. Ona görə də ailələrimizlə görüş, aktiviteləri mən çəkib sizlərlə bölüşə bilmirəm. Bu dərsin son nəticəsi belədir. Qızlar, bu qədərini eləyə bildim. Gələn dərsdə isə artıq sizlə bir yerdə davam eləyəcəyik. Növbəti gündən salamlar qızlarım, canlarım mənim. Dünən çox elə şey çəkə bilmədim. Çünki rəsmdən sonra yəqin ki, sizə demişəm, artıq hər şey danışmışam. Görüşdük baldızım gəlinə, onlarla vaxt keçirmişik. Gecə saat 12 neçədir belə evə gəlmişik. Arxada gördüyünüz kimi paltarlar məni gözləyir. Hep onları ütləməliyəm. İndi Famil getdi tortu götürməyə. Qardaşım üçün sifariş elədiyim tort gəldi. Onu sizə göstərəcəm. Sonra da hazırlaşıb çıxmalıyıq, getməliyik Şuvalana. Qızlar, baxın, bu da mənim hazırlaşdırdığım tortdur. Çox qəşəng görsənir. Baxın, bu səhifədəndir. Bu arada onu deyim ki, bu reklam deyil. Biz bunun ödənişini eləmişik. Amma bu xanım mənə bir dəfə hədiyyə göndərmişdi o vaxt. Bura qoyaram sizə hansı videonu deyirəm. Sizcə də çox gözəl deyil. Özdə mənim ən sevdiyim rəngdir. Yeni səliqəsinə baxın. Gəldi. Görün nə qəşəng. Hələ yeməmişəm ha. Çox qəşəngdir. Yəni ürəyim getmişdi də həmin tort üçün və həmin tortun dadı mənim ağzımda qalmışdı. Siz demə, xanım səhifəsinin adını dəyişib, mən onu tapa bilmirdim. Axır ki tapdım, elə onun özündən sifariş elədim, ürəyim yerinə gəldi. Çünki dadına əminəm ki, dadı möhtəşəm olacaq. Elə dizaynını da özüm belə istədim. Nəsə, indi götürürük tortu, gedirik Şuvalana. Xanım kilosunu 16 manatdan eləyir və dekorun da qiyməti çox münasibdir. Bir şey ki, yaxşı olmasaydı mən oradan ikinci dəfə sifariş eləməzdim. Şuvalana gəldiksə qızlar, biz buradan təndir almasaq olmazdı. Həm də axşam yəqin ki, kebab eləyəcəyik. Ona görə 2 dənə belə təndir götürdük. Qızlar, dəhşət isti var. Mikrofonumu gətirməmişəm, kəş gətirərdim, çəkərdim. Düzdür, orada çox istifadə eləməyəcəm mikrofondan, elə düşünürəm. Amma isti məni elə yordu ki, biləyəm, bu dəqiqə yatmaq istəyirəm. Dəhşətdir isti. Yolda gələndə kondisioner qoşmuşduq, amma indi Famil düşüb deyə pəncərələri açmışıq. Özdə Şuvalan, dəniz kənarı, adam deyib dənə geyim çimim gəldi dənizdə. Qarışqa! Necəsən? Qardaşsan, limon, limon, limoncik.
Həyət evinin, yəni bağ evinin ən sevdiyim özəlliyi odur ki, həyətdə belə qəşəng süfrə açırsan, oturursan, həyətdə yeyib içirsən. Mişa deyəsən harasa dadanıb, yenə də ortalıqda yox idi. Gətirirəm. Hayır, bunun tadına baxmaq lazım. Pişik. Ben de sonra yaptım. Məhərrəmlik olduğuna görə elə bir yığıncaq eləmədik, heç kəsi də dəvət eləmədik. Sadəcə olaraq Familgilin ailəsi və bizim ailə oturub bir yerdə yemək yedik. Yaxşıdır. Kebabı ata ilə Famil bir yerdə bişirdilər, samavarı isə axşam Famil saldı. Uşaqlığımdan bəri mənim atam şənbə bazarlar daxil, bayram günləri daxil, daim işdə olub. Səhər gün çıxmamış evdən çıxıb, gecə də nə bilim ən yaxşı halda 10-da evə gəlib də, normalda 11-də, 12-də. Allah mənim atama, onun da timsalında bütün atalara, bütün valideynlərə can sağlığı versin. Çox zəhmətkeş kişidir. Haramı halaldan ayırmağı, vətən sevgisini, dünyaya pozitiv yanaşmağı, o pozitiv enerjini göndərməyi mən elə ondan öyrənmişəm. Normalda deyirlər ki, evin əgər ilk uşağı qızdısa, o ataya oxşuyur, amma əgər evin ilk uşağı oğlandısa, o da anaya oxşuyur. Mən də düşünürəm ki, bir çox xarakterik xüsusiyyətlərimdə mən elə atama oxşamışam. Atamla bir dəqiqə danışsaz, yəni həyatı sevərsiz. Çünki bu insan hər bir negativ halın içində belə bir pozitivlik tapır. Mən uşaq idim, bilmirəm neçə yaşım olardı. Yadımda da qızdırmam var idi. Onda ata mənə bir cümlə demişdi və yenə deyirəm sizə, mən uşaq idim. Bilmirəm, 1-ci sinifdə oxuyardım ya 2-ci sinifdə, amma onun dediyi o cümlə mən indi də xatırlayıram. Necə ki, hər gün səhər günəş doğursa, o ki qarlı, nə bilim dumanlı, buludlu, yağışlı günlərin ardından, buludun arxasından günəş elə doğursa, insanın həyatında da gözəl günlər həmişə var olur. Ona görə gərək həmişə pozitiv olasan, həyata elə baxasan və onlar da səni tapsın. Videonu editləyəndə indi fikir verdim ki, stolu belə bəzəyəndə çəkmişəm, amma təəssüflər olsun ki, yeməkləri qoyanda çəkə bilməmişəm, çünki artıq onda bizim qonaqlarımız gəlmişdi. Mənim yaxınlarım içərisində, mənim ailəm, Familin ailəsi daxil olmaqla yeganə bir insan var ki, kameradan heç çəkinmir və kameranı hətta çox sevir. O da sizcə kimdir? Təbii ki, mənim mamaşam. Hətta bəzən olur ki, indi mama mənim bu vlogumu baxacaq, mən bilməm nə deyəcək, amma mən bunu deyəcəm. Çünki bəzən olur ki, mən mamaya əsəbləşirəm ki, ay mama, bəs sizdə çəkdin, nə qədər çəkmək olar, sən məndən də çox çəkirsən. Şəkil video çəkməyi həddindən artıq çox sevirsiniz. Təsəvvür edin ki, bizim evdə nə qədər albomlarımız var, nə qədər videolarımız var. Yəni hər anımızın bir videosu və şəkli var. Qızlar, mamanın kravatının yanında görün nə kitab tapdım. Louise Hay'in Sən həyatını yaxşılaşdıra bilərsən kitabı. Elə bilin qızlar, ekskursiyaya çıxmışam. Nə tapdım sizin üçün çəkəcəm. Bu 100% Cavidanımdır. Bu yarımçıq Doritos, açki. Sonra bunları mama qoyub bura. Hasarımızı da qaldırıb mama gel. Əvvəl buradan idi, belə idi. 3 daş qaldırıblar. Mənə çox maraqlı gəldi. Bu kesin Aytənindir. Mən bir başa düşürəm. Kimindir bu? Evimizdən də qəribə şeylər tapıram. Elə bil ki, bizim ev deyil. Ayda, düyün düşdü. Hər şeydə sizinlə bir yerdə baxmağım. Şaka mı? Luggage tag. No, it's not yours. Nə maraqlıdır. Kimindir bu görəsən? Nə maraqlıdır bu. Qəşəng hədiyyə də. Aytənə veriblər bəlkə də. Burada da Kiko'dan. Ay, içində yoxdur, içi boşdur. Aytən götürüb aparıb lip gloss. Belə bir şey var burada. Qızlar, aparaq qoyaq yerinə. Bir də çox şirin belə bir şey tapdım. Bunu Aytən giyir. Aytən daha doğrusu xaricdən almışdılar. Hansı ölkədən yadımdan çıxıb. 2 dənəsini götürüb aparıb özü ilə. Bagajda çox yer olmadığına görə bunları qoyub evdə. Amma çox qəşəngdilər. Adam heç bunları istifadə eləməyə qıymaz. Qızlar, buna baxın. Aytənin nə qəşəng şeylərini tapmışam. Deməli, bunun eynisidir bu. Görün. Hə, eynidir. Bunun heç içini açıb belə baxmamışam ki. Kim gəldi?
Kitabdan gəldi. Sonra belə bir dəftəri də var. Bura yazıları var Aytənin. Və Follow Your Heart belə bir dəftəri var. Bu da boş idi məncə. Bu da boşdur. Artıq bir çoxlarınız bilirsiniz, bilməyənlər üçün deyirəm ki, Aytən mənim balaca bacımdır. Hal-hazırda İtaliyada magistratura təhsili alır. Şəhərsalma formunda Bakıdaydı, Staffdaydı işləyirdi. İndi təzədən qayıdıb İtaliyaya. Heç mən vlogun əvvəlində demədim ki, qardaşım əskərlikdən qayıdıb. Amma başa düşdünüz artıq, məncə başlıqdan da başa düşdünüz. Amma yenə də deyim ki, qardaşım 1 il 6 ay idi ki, əskərlikdə idi. Limon. Necəsən? Və günün ən gözəl hissəsi axşam yeməkdən sonra qədim samavarda belə çay içmək. Bir dəfə bu səhifədən sifariş eləyən tortu nə demək istədiyimi anlayacaqsınız, amma yenə də dadı damağımda qaldı. Ara sıra gərək mən burada mütləq sifariş eləyim. Yəni az zamazda boş şeydir. Yenə də qısa amma düşünürəm çox maraqlı vlog oldu. Gələn vloqlarda görüşərik. Sizləri çox sevirəm. Sevgi ilə qalın. Hələlik.